Rus dilində qardaşımla, anamla, bacımla, rəfiqəmlə bunları necə deyə bilərsiniz? Sadəcə bir qoşmadan istifadə etməlisiniz. Hansı qoşmadır? S qoşması. S qoşması Azərbaycan dilinə la, lə kimi tərcümə olunur. Məsəl üçün, əgər dediyiniz isim kişi cinsindədirsə, sonu om ya da yemlə bitəcək. Əgər dediyiniz isim qadın cinsindədirsə və üstəgə kişi cinsinin istisnasıdırsa, bu zaman sonu oy və yaxud y ilə bitəcək. Gəlin nümunəyə baxaq. Dediyim kimi, qardaşımla. Qardaş rus dilində nədir? Brat. Deməli, brat sözü kişi cinsindədir. Yəni, konkret həmən qaydaya uyğundur. Kişi cinsinin istisnasına aidiyyatı yoxdur. Ona görə də sonuna ya om ya da yem əlavə edəcək. Və nəticədə necə olacaq? Bəli, s bratom. Eləcə də, məsəl üçün, dostumla. Birinci fikirləşirik, dost nədir? Drug. Hansı cinsdədir? Kişi cinsində. Deməli, mən necə deyəcəm dostumla? S bratom. Bəs kişi cinsinin istisnası necə olacaq? Bayaq dediyim kimi, qadın cinsinin şəkilçisini götürəcək. Yəni, məsəl üçün, atamla. Ata nədir? Papa. Papa kişi cinsinə aiddir, amma şəkilçi a ilə bitir qadın cinsi kimi. Ona görə də mən necə deyəcəm? S papom yox, s papoy. S deduşkoy. Qadın cinsində, bayaq dediyim kimi, qadın cinslərin sonu oy və yaxud y ilə bitir. Məsələn, s подругой, с сестрой, с мамой. Yəni, görün ki, cəmi 2 dəqiqəyə ola bilsin ki, istifadə edirdiniz, bilmirdiniz niyə istifadə edirlər belə və yaxud kimsə istifadə edəndə bu sual yaranır. Yəni, 2 dəqiqənin içində izah etdim. Əzizlər, əgər siz qrammatikasız sadəcə danışaraq, cəmi təsəvvür edin ki, 5 dərsin içində siz özünüz haqqında rahat danışa biləcəksiniz, kiminləsə tanış ola biləcəksiniz, mağazaya gedirsiniz, fikrinizi çatdıra biləcəksiniz. Sadəcə 5 dərsə. Və təsəvvür edin ki, 1 ay içərisində siz nələrə nail ola bilərsiniz. Yəni, yeni metodikamla hər səviyyə 1 ay içində nail ola bilərsiniz. Yazılın və özünüz şok olun öz nəticənizdən. Dediyim kimi, qrammatikasız ancaq danışaraq.